Cahillər. Bax, əvvəllər kasıblar deyirdim YouTube vaxtlarımda. Artıq yığışdırmışam onu. İndi çünki başa düşürəm ki, cahillər də çoxalıblar. Ona görə cahillərin eləmək başına başlamırsan cahillər. YouTube-a çox yaxında videolar gəlir. Bilməm, indi bunu TikTok qabağa atar atmaz. Çünki görən məni şikayət edirlər. Gözü götürməyənlər, paxıllar, it nəfslər. Ona görə YouTube-a da videolar gələcək çox yaxında, qəşəng-qəşəng. Çünki bütün günü görən mən ancaq yeyirəm. Yemək videoları gələcək. YouTube-a biraz kreativlik lazımdır. Məşq videoları gələcək. Qeyri-adi, yəni çoxlu şeylər gələcək. Bir də Avropaya getməyimlə bağlı. Avropaya nə vaxt gedirəm? Avropada gedib nə iş görəcəm? Avropada olan bütün hekayələrimi danışacağam. Yəni bir sürü yeniliklər gəlir. Axşam saat hər gün biz fəhlələrik də, biz hər gün işləyirik. Fəhlələrik. Axşam saat 7-dən 8-dən, 7-dən. Mənim 86, 75 yaşım. 7-dən deyək, okey, 7-dən saat 1-ə kimi Marokek var. Yəni onu deyin bilin, ünvanımız həzaslanıb 254 nömrəli məktəbin yanındadır. YouTube-a da çox yaxında qəşəng videolar gəlir. Öpürəm sizi, Allah'a emanet olun. Bir də yazın, yorumlarda yazın nə cür videolar istəyirsiniz, nə videoları gəlsin və yemək yerinə haraları tövsiyə edirsiniz. Nə yeyib onun videolarını çəkə bilərəm. Çünki bütün gün ancaq yeyirəm. Nə qazanıramsa hamısı mədəmə tuluğuma gedir.